o illər insanın yadına düşəndə insan həqiqətən də özünü tuta bilmir, kövrəlməmək əlimizdə deyil. Və bir şeydən nəzərə alsaq ki, bizim tələbəlik illərimiz Sovet dövrünün dağılması, yəni 90-cı, 96-cı il Sovet ölkələrinin dağılması, Azərbaycanın müstəqilliyi, iç müstəqilliyi və Birinci Qarabağ müharibəsi illərinə düşüb. Yəni o çətinlikləri də hamısını yadımızda da unutmamışıq. Necə ağır illərdən keçdik, necə ağır iqtisadi vəziyyət var idi. Yəni indiki uşaqlara baxanda, indiki tələbələrə, gənclərə baxanda həqiqətən də həsəd aparıram. Deyirəm ki, kaş mən də bu illərdə tibb universitetini oxuyardım, bu qədər imkan olardı, özünü inkişaf elətdirməyə də, artırmağa da. Neysə, bu da qismətdir, bu da bizim bir taleyimizdir. Və patok olarak bilirsiniz ki, mən üniversitede oxuya ailə qurmuşdum grup yoldaşımla. Bayaq burada rəhmətə gedən həkimlər haqqında deyildi. Yəni mən hamısına içərisində Məmmədov Kamil olmaq şərtilə Allah'tan rəhmət diləyirəm. Allah o dünyalarını versin hamısının. Neysə, həyat bir qismətdir. Yaşandı, keçdi. Sadəcə demək istəyirəm ki, ümumiyyətlə biz insan ömür boyu bir xoşbəxtlik axtarır. Amma xoşbəxtlik nə gün deyil, nə ay deyil, nə il deyil. Xoşbəxtlik andır, saniyədir, yaşadığımız dəqiqələrdir. Burada bir şairin gözəl sözü var. Deyir ki, qışda yazı istəyirik, yayda qışı. Azda çoxu istəyirik, çoxda azı. Uşaqlıqda cavanlığın əsrəti ilə yaşayırıq, cavanlıqda uşaqlığın. Arzu 1 mil, 5 mil, 10 mil, yığın, gözləyirik. Özümüzdən çox güclüdür həsrətimiz, gözləyirik. Xoşbəxtliyin içində biz. Bugünkü xoşbəxt anları mənə yaşadan, məncə çoxsu bu anları mənlə bərabər də yaşadı. Təşkilatçılara, Rəşad doktor, sizə dərin təşəkkür edirəm. Çox sağ olun. Həqiqətən fərqli bir gün yaşadım. Öz gəncliyimə qayıtdım, öz tələbəlik illərimə qayıtdım, dostlarımı gördüm, dəyərli tələbə yoldaşlarımı gördüm. Hər birinizə dərin təşəkkür edirəm. Bu anları hər biriniz yaşatdınız. Mənə çox minnətdarım. Allah'tan hamınıza can sağlığı, işlərinizdə uğurlar arzu edirəm. Və bir də bilirsiniz bu tədbirin ən gözəl tərəfi nədir? Biz tələbə yoldaşlarımızla düzdür həmişə əlaqə saxlamışıq, amma patok yoldaşlarımızın çoxsunu inan ki tanımadım və utandım. Adımız yadımızdan çıxır. Üzümüz küçədə görsək bir-birimizi yadımıza sala bilmirik. Bu hər halda yaxşı bir şey deyil. Amma neysə bu da bir qismət yəqin. Çünki həkimlərin biri-birinə dəstəyi, biri-birinə dostluğu məncə həmişə olmalıdır, daimi olmalıdır, müvəqqəti olmalı deyil. Sizə bir də can sağlığı arzu edirəm, həmişə gözəl tədbirlərdə qoşular. Çox sağ olun, minnətdarım. Sevda Səmədova, dermatoloqam ixtisasca, amma dermatoloq, kosmetoloq olaraq çalışıram. Cöhrə estetik klinikasında dəyərli doktorlar, nə zaman dermatoloq kimi xanımları deyə kosmetoloji bir probleminiz olarsa buyurun hər zaman qulluğunuza hazırım.